Hamıya salam, kanalıma xoş gəlmisiniz. Bugün yenə sizinlə bir yerdə Temudan gələn bağlamanı açırıq. Bağlama belədir, balaca deyil, kifayət qədər böyükdür deyərdim. Məhsullar da az deyil, içində sizə deyim. İstəyirəm yaxın bir zamanda Trendyoldan gələn bağlamaları da çəkim göstərim sizin üçün. Çox vaxt məndən soruşursunuz ki, niyə bu qədər məhsul sifariş eləyirsən? Bakıda bu tipli məhsullar yoxdur ki. Elə məhsul var ki, əslində yoxdur Bakıda, ya da həqiqətən bilmirəm yerini hardan almaq olar Bakıda. Əgər yerini bilirsə, mənə şərhlərdə yazın. Çox sevinərəm. Həm də ki, mən bunları ilk öncə content üçün, yəni video üçün sifariş eləyirəm. Mən sizdən gizlətmirəm ki, mən Temu saytı ilə əməkdaşlıq edirəm və sizin üçün link qoyuram videonun altında. O link vasitəsilə siz Temu proqramını yükləsəz, siz kupon paketini əldə edirsiniz. Əgər ilk sifarişinizdirsə, mən isə bonus əldə edirəm. Amma mən bütün məhsulları öz pulumla sifariş eləyirəm. Yəni Temu mənə heç bir ödəniş etmir. Yalnız siz nəsə sifariş etsəz, mənim linklərimdən o zaman mən nəsə qazanacağam və bütün fikirlərimi səmimi sizə deyirəm. Heç nə sizdən gizlətmirəm. Yaxın zamanda video çəkmək istəyirəm. Göstərmək istəyirəm ki, hansı Temu sifarişlərini heç bəyənmədiyim, tez qırıldı ya da əksinə çox yaxşı keyfiyyətli çıxdı. Çünki elə məhsullar çoxdur. Mən həmişə tez-tez göstərirəm və ətraflı məlumat verə bilmirəm istifadə etmədiyim üçün, təzə olduğu üçün. Gəlin uzatmayaq, başlayaq bunu açmağa. Nəsə çox danışdım. Üzürlü sayın. Bunu artıq açmışam, amma baxmamışam içinə. Bu saç zakolkasıdır qızım üçün. Gəlin ışığı azaldaq sizə göstərmək üçün. Çox qəşəngdir məncə. Gəlin taxaq, baxaq. Bunu qızım üçün sifariş eləmişəm, amma böyüklər də istifadə eləyə bilərim. Baxın. Yaraşır mənə. Məncə bu mənim stilim deyil. Qızıma daha çox yaraşar. Amma elə xanımlar var ki, xoşdur elə şeyləri. Başqa rəngləri də var idi. Bunu yəqin ki, bildiniz nədir? Bu artıq bütün blogerlərdə deyəsən var. Məndən başqa hamı bunu yoxlayır. Bir tək mən qalmışam. Mən istəyirəm bundan qısa video çəkim TikTok üçün, Instagram üçün. Bəlkə burada da shortsda paylaşdım. Qonşularımı eşidirsiniz necə hoppanır uşaqlardır. Bunu ayda zakolkasını yerə saldım, qırıldı. Baxın. Çox keyfiyyətsiz zakolkadır. Belə bir dəfə yerə saldım, qırıldı. Vəsə. Düzdür, mənim günahımdır, amma çox nazikdir. Baxın, eybi yoxdur. Məndə başqa zajımlar çoxdur evdə. Bu məncə önəmli deyil, istifadə etmək olar. Bunu belə taxırsan, saçını bu şəkildə eləyirsən. Mən indi bunu yoxlamayacağım, əlbəttə ki, video çox uzun alınacaq. Bunu ayrı qısa videoda sizə göstərəcəm. Instagram səhifəmə abunə olun. TikTok səhifəmi də qeyd edəcəm burada videonun altından. Heyf, amma eybi yoxdur. Tək ki, həyatımızda ən böyük problemlər bu kimi şeylər olsun. Belə rezinkalar da qoyurlar. Bundan axırda deyəsən bağlamalısan saçlarımı. Mən baxaram internetdə videolara, qızlar necə eləyir, öyrənərəm. Çünki bir dəfə baxmışam, amma yadımdan çıxıb. Mən özüm üçün bu dəfə köynək sifariş elədim. Pambıqdır özdəki. Mən pambıq tərkibli olan paltarları daha çox sevirəm və bu pambıq tərkibli doğrudan da hiss edirəm. Həqiqətən pambıqdır, aldatmayıblar. 100% pambıqdır. Baxın buna. Oversize'dir özdəki, ən balaca razmeridir. XXS-dir özdə. Mən düşünürdüm XS götürüm, yoxsa 2XS. Yaxşı ki 2XS götürdüm. Çünki görürəm ki, bu mənə olacaq. Həmişəki kimi giyinib göstərəcəm sizə. Temuda bilirsiniz də bütün bağlamaları bir paketə qoyurlar. Çox vaxt mənə suallar verirsiniz Temu sifarişləri ilə bağlı. Mən istəyirəm ayrı video paylaşım və sizə ətraflı danışım bütün əsas məqamları, necə sifariş eləmək lazımdır. Bunu mütləq eləyəcəm yaxın bir zamanda. Sualınız olsa yazın, çalışaram kömək eləyim. Həmişə çalışıram kömək eləyim bütün izləyicilərimə. Baxın, belə ayaqqabı sifariş etdim qızım üçün, amma məncə hələ ki böyükdür. Yayda bəlkə olar, ya payızda. 22 razmerdir. Çox qəşəngdir. Bej rəngdədir. Hər paltarla qəşəng görsənəcək məncə. Köynəyimə baxın, mənim köynəyimlə qəşəng yaraşır.
Bu nədir, heç yadımdan çıxıb nə sifariş eləmişəm. Hər dəfə soruşursunuz neçə günə gəlir bağlama, müxtəlif olur. 2 həftəyə də olur, 3 həftəyə də olur. Məncə ən azı 12 günə, 10 günə gəlir ən tez halda. Bu qızım üçündür. Bu da zakolkalardır. Onun limon şəkilli donu var. Onunla giyindirmək istəyirəm. Baxın, limon kimi zakolka. Məncə qəşəng görsənəcək. Mənim qızımın da saçları mənim kimi tündür və belə zakolkalar bu rəngdə qəşəng görsənir. Baxın, avokado, kök, hər paltara uyğun var. Qarpız. Bu oyuncaqdır qızım üçün. Baxın, belə qutuda gəlib. Bunu yeməyi öyrənmək üçün sifariş eləmişəm ki, özü qaşıqla yeməyi öyrənsin. Burada qaşıq var. İndi sizə göstərəcəm. Bu oyuncaqdır əslində. Buradan yemək yemirsən. Yəni qab deyil. Burada şariklər var. Bu şarikləri tökürsən qaba. Və uşaq belə öyrənməlidir. Yəni çalışmalıdır ki, qaşıqla şariki, yəni topu qaldırsın. Burada belə qablar var, onun içində şarik olur. Və belə qaba qoyursan, buradan da belə öyrənir uşaq. Bilmirəm indi nə dərəcədə yararlı olacaq, amma inşallah qızım onsuz da nə vaxtsa öyrənəcək də özü yeməyə. Amma məncə artıq vaxtıdır. 2 yaşı olacaq. Bilmirəm, bəlkə kimsə deyər ki, tezdir, amma indi elə adamlar var ki, 6 ayından verir qaşığı uşağa. Bilmirəm nə dərəcədə düzgündür. Məncə o da çox tezdir. Mən 6 aydan verməzdim, heç olmasa nə bilim 1 yaşından. Mən çalışırdım, onu öyrədim, amma alınmırdı, 2 yaşı olacaq. Ona görə çalışaraq belə oyuncaqlardan başlayaq, sonra keçək artıq yeməyə. Siz mənə yazın, uşağınız neçə yaşından öyrəndi özü yeməyi? Bu bakildir. Bunu anam üçün sifariş eləmişəm. Evdə istifadə edəcəyim. Evdə arada lazım olur. Burada 100 dənə olmalıdır içində. Bunu fikirləşirdim, sifariş eləyim, eləməyim. Çünki çox sifariş elədim zakolka bu dəfə. Məncə qəşəngdir, pis deyil. Amma mən bunu biraz başqa cür təsəvvür edirdim şəkilə baxanda. Amma eybi yoxdur. Qəşəngdir. Bəyənirəm. Biraz böyük ola bilər qızım üçün, amma eybi yoxdur. Böyük olsa, böyüyəndə taxar. Bu da çox maraqlı aksesuardır. Bunu gəlin sizə izah eləyim nə üçündür. Belə başa düşməyəcəksiniz. Bura telefonun şnurunu asırsan. Məsələn, məndə kravatın yanında şkaf var, tumbiçka. Ora həmişə qoyuram şnuru, amma oradan düşür, rahat olmur. Bunu yapışdırırsan mebelə bu şəkildə və şnuru buradan keçirdirsən. Belə bir şeydir. Ümid edirəm ki, izah edə bildim. Bu qədər, bu bütün sifarişlərimdir. Kanalıma abunə olsanız çox sevinərəm. Videonu bəyənsəz də lap çox sevinərəm. Görüşərik növbəti videolarda. Hələlik.